Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sertifikasiya imtahanının müsahibə mərhələsinə hazırlaşan müəllimləri salamlayıram. Bu gün biz sizlərlə müsahibə dərs 1-ə baxacağıq. Əvvəla deməli birinci turda test mərhələsində uğur qazanan bütün müəllimlərimizi ürəkdən təbrik edirik. Sizlərə ikinci turda da uğurlar arzu edirik. Və müsahibə mərhələsi üçün hər il müsahibədə verilə bilən suallar və onların əsaslı cavablarını sizlərə bu gün təqdim eləməyə çalışacağam. Dərs 1 ilə davam edəcəyik və müsahibə mərhələsinə qədər davamlı olaraq çalışacağıq ki, sizlərə dərsləri təqdim edək və sizləri deməli bu yolda sizlərə köməyimiz dəysin. Vaxt itirmədən keçək deməli dərsimizə. Kanalımıza abunə olmağı unutmayın. Videomuzu, canlımızı bəyənməyi, dərsimizi bəyənməyi unutmayın. Deməli hər il müsahibədə verilən birinci suallardan biri və yaxud da əsası birinci nə gəlir? Müasir müəllim necə olmalıdır? Sizcə müasir müəllim necə olmalıdır? Cavab. Yəni hər il verirlər ki, yəni müasir müəllim, yeni müəllim necə olmalıdır? Yəni burada müasir müəllim, yəni burada həssas bir nöqtə var, ona toxunacağıq. Mənim cavabları sizə geniş formada təqdim edəcəm. Mənim fikrimcə, müasir müəllim əvvəlki dövrlərdəki kimi yalnız bilik verən şəxs olmamalıdır. Aha. Və bu gün müəllimin əsas vəzifəsi şagirdlərə öyrənməyə maraq yaratmaq, onların potensialını üzə çıxarmaq və müstəqil düşünmədə müstəqil düşünən şəxsiyyət kimi formalaşmasına kömək etməkdir. Bəli. Deməli, dəyərli müəllimlər, bu günləri bizim əsas qarşımızda duran əsas məsələlərdən, prioritet məsələlərdən biri də, yəni bu cavabın verilməsi onlara deyəcək ki, deməli müəllim müasir metodika, müasir kurikulum anlayışına sahibdir. Yəni biz bu gün müəllim olaraq, yəni ənənəvi təhsildən fərqimiz nədədir? Yəni biz ənənəvi təhsildə şagirdlər pasiv biliyi qəbul edən şəxs rolundaydılar. Amma indi biliyin özü yaradıcısına şagirdlər çevrilirlər. Yəni deməli bu gün müəllim belə cavab versə ki, mənim fikrimcə, yəni şagird əvvəlki dövrlərdəki kimi yalnız deməli müəllim yalnız bilik verən şəxs olmamalıdır. Şagirdin marağını, potensialını, şagird yönümlülük prinsipi, marağını, potensialını üzə çıxarmağa çalışmalıdır və şagirdə 21-ci əsr bacarıqları formalaşdırmalıdır, müasir kompetensiyalar formalaşdırmalıdır. Yəni müstəqil düşünən şəxsiyyət kimi formalaşdırmalıdır. Müasir müəllim ilk növbədə həm də öz fənnini dərindən bilməli. Bəli, müasir müəllim öz fənnini dərindən bilməli. Həmin biliyi şagirdlərə yaş xüsusiyyətlərinə uyğun şəkildə çatdırmalıdır. Yəni diferensial formada. Yəni birinci öz fənni ilə bağlı dünyada baş verən yenilikləri, öz fənnini daimi araşdırmalıdır, öz üzərində işləməlidir müasir müəllim və həmin o fənni ilə bağlı bildiyi bilikləri, məlumatları şagirdlərin yaş xüsusiyyətlərinə uyğun formatda çatdırmalıdır. Və mövzunu sadə, anlaşılıqlı izah etmək müəllimin əsas peşə bacarıqlarından biridir. Bəli, müəllim eyni zamanda mövzunu sadə və anlaşılıqlı formada izah etməlidir. Deməli, müasir müəllim necə olmalıdır? Bura qədər dediklərimizi ümumiləşdirək və davamına baxaq. Mənim fikrimcə müasir müəllim əvvəlki dövrlərdəki kimi yalnız bilik verən şəxs olmamalıdır. Bəli, müasir müəllim yalnız bilik verən şəxs olmur. Bugünün müəllimin əsas vəzifəsi şagirdlərə öyrənməyə maraq yaratmaq, potensialını üzə çıxarmaq, müstəqil öyrənməyə şəxsiyyət kimi şagirdlərin formalaşmasına kömək eləməkdir. Müasir müəllim ilk növbədə öz fənnini dərindən bilməli və bunu şagirdlərin yaş xüsusiyyətlərinə uyğun formada öyrətməlidir. Tamam, daha sonra görürsünüz, bax geniş izah vermişəm ki, müsahibədə siz belə deyək ki, qısa cavab verməyəsiniz, geniş danışasınız ki, qarşı tərəfi razı salasınız. Bununla yanaşı, indi gəlin görək sonra nə deyir. Müasir müəllim texnologiyadan istifadə etməyi bacarmalıdır. Bəli. Misal üçün, bax, hal-hazırda biz texnologiyadan istifadə edirik. Ağıllı lövhə, proyektor, ChatGPT, Google Classroom, Kahoot, Canva, müasir proqramlardan, rəqəmsal texnologiyalardan istifadə etməlidir ki, yəni şagirdini də müasir texnologiyalara uyğun şəkildə dövrün bacarıqlarını şagirdlərində formalaşdırsın. Deməli, müəllim həm də nə etməlidir? Texnologiyadan istifadə etməyi bacarmalıdır. İnformasiya kommunikasiya texnologiya dərsləri daha maraqlı və effektiv edir. Yəni informasiya kommunikasiya, ağıllı lövhə, proyektor, yəni misal üçün Kahoot, ChatGPT bunlar dərsləri daha maraqlı eləyir. Və təbii ki də bundan istifadəni ilk öncə müəllim özü bacarmalıdır.
Elektron resurslardan, təqdimatlardan, interaktiv platformadan istifadə şagirdin dərsə marağını artırır. Bəli, elektron resurslardan istifadə etməlidir, interaktiv platformalardan istifadə edib şagirdin dərsə marağını artırmalıdır. Tamam. Daha sonra müasir müəllim, əsas müasir müəllimin əsas yanaşmalarından biri nədir? Differensiallıqdır, differensiallıq. Differensiallıq nədir? Şagirdlərə fərdi yanaşılması. Yəni hər bir şagirdin ehtiyaclarının nəzərə alınması. İndi gəlin baxaq. Müasir müəllim eyni zamanda hər bir şagirdinə qarşı fərdi yanaşmalıdır. Yəni sinifdə bütün uşaqlar eyni qabiliyyətə malik olmur. Məsəl üçün ənənəvi tədrisdə müəllim gətirirdi eyni, məsəl üçün formativ tapşırıqları bütün sinifə eyni formatda hazırlayıb gətirirdi. Hamıya eyni formatda formativ tipli tapşırıqlar hazırlayırdı. Artıq bu yanlışdır. Müəllim müasir tədrisdə isə fərqli tipli tapşırıqlardan istifadə etməlidir. Şagirdin potensiallarına uyğun olaraq fərqli tapşırıqlar hazırlamalıdır. Bəziləri ümumiyyətcə mövzunu tez qavrayır, bəziləri isə daha çox izaha ehtiyac duyur. Müəllim bunu nəzərə alaraq tapşırıqları differensiallaşdırmalı və hər bir şagirdin inkişafına şərait yaratmalıdır. Bəli, müəllim bunu nəzərə alaraq tapşırıqlarını differensiallaşdırmalıdır və şagirdi yəni inkişafını nəzərə almalıdır və həmçinin burada bir də əlavə eləyərik ki, müəllim şagirdlərin müasir müəllim öyrənmə tərzlərini nəzərə almalıdır. Məsəl üçün şagirdlərin 4 öyrənmə tərzi var: oxuyub yazaraq, kinestetik öyrənmə, audial öyrənmə, vizual öyrənmə. Yəni müəllim bunlara uyğun tapşırıqlar verə bilər və yaxud da şagirdlər gətirib həmin tapşırıqları sinifdə müəllimə təqdimat edən zaman bu öyrənmə tərzlərini nəzərə ala bilər. Qısaca differensiallığı nəzərə almalıdır. Müasir müəllim obyekt olmalı. Qiymətləndirmə şəxsi münasibətlərə deyil, obyektiv olmalıdır müasir müəllim və qiymətləndirmədə şəxsi münasibətlərə deyil, şagirdlərin deməli fəaliyyətinə əsas götürməlidir. Təbii ki, obyektivlik müəllimin əsas bacarıqlarından biridir. Müəllim şagirdlərini obyektiv, doğru, düzgün, dürüst qiymətləndirməlidir. Bundan əlavə müəllim, müasir müəllim nə etməlidir? Ən əsas etik davranış qaydaları var. Müəllimlərin etik davranış qaydalarına əməl etməlidir. Mədəni davranış, qanunun aliyi, ictimai etimad, loyallıq, deməli və s. bütün bu etik davranış qaydalarına əməl etməlidir. Hər bir şagirdin fikirlərinə dəyər verməlidir. Onları əlçatan ifadələr işlətməlidir. Müasir müəllim deməli peşəkar inkişaf müasir müəllimin həmçinin ayrılmaz xüsusiyyətidir. Yəni müəllim hər daim özünü inkişaf etdirməlidir. Təhsil daim dəyişir. Yeni metodlar, yeni proqramlar, texnologiyalar yaranır. Müəllim bunları öyrənməli və gətirib öz fəaliyyətində tətbiq etməlidir. Bu həm də müəllimin vəzifəsidir. Aydındır, müəllim müasir təlim texnologiyalarını, yəni yenilikləri öyrənib gətirib tətbiq etmək təhsil verənin vəzifəsidir. Nəticə olaraq İndi hansı nəticəyə gəldik? Nəticə olaraq hesab edirəm ki, müasir müəllim öyrətməklə yanaşı, öyrənməni davam etdirən, şagirdi dəyər verən şagirdinə, yeniliyə açıq və faydalı, cəmiyyətə faydalı şəxsiyyət yetişdirən bir pedaqoq olmalıdır. Aydındır. Deməli, baxın, geniş cümlələrlə bunu izahını vermişəm ki, hər birini, yəni sizlər geniş öyrənəsiniz. Müasir müəllim necə olmalıdır? Mənim fikrimcə, müasir müəllim əvvəlki dövrlərdə olduğu kimi yalnız bilik verən şəxs deyil. Bugün müəllimin əsas vəzifəsi şagirdləri öyrənməyə maraq yaratmaq, şagirdin öyrənmə potensialını üzə çıxarmaqdır. Müstəqil düşünən şəxsiyyət kimi formalaşmasına şagirdləri kömək eləməkdir. Müasir müəllim ilk növbədə öz fənnini həm də dərindən bilməli, həmin biliyi şagirdin yaş xüsusiyyətlərinə uyğun öyrətməlidir, sonra texnologiyadan istifadə etməyi bacarmalıdır, differensial yanaşmalıdır şagirdlərə, qiymətləndirmədə obyektiv olmalıdır, etik davranış qaydalarına əməl etməlidir, hər bir şagirdinə dəyər verməlidir, özünü daim inkişaf etdirməlidir və bütün bunlar hamısı müasir müəllimin bacarıqlarıdır. Keçid alaq, dərsi necə planlaşdırırsınız? Növbəti suala. Dərsin planlaşdırılması, dəyərli müəllimlər, ən vacib məsələlərdən biridir. Dərsi necə planlaşdırırsınız? Yəni hər il buradan sual verirlər. Planlaşdırma bacarığı müəllimə hökmən lazımdır. Bura perspektiv planlaşdırma, illik plan, perspektiv illik, gündəlik cari planlaşdırma və deməli indi gəlin görək buna da geniş cavab vermişəm. Dərsin planlaşdırmasını necə edirik?
Və buna keçid almamışdan əvvəl belə bir kitabımızı sizlərə deməli vermək istəyirəm, tövsiyə etmək istəyirəm. Bu bizim kitabımız müsahibə mərhələsi üçün olan kitabımızdır. Deməli kitabımızda bax bu gördüyünüz bütün 3000-lənə belə sual var. Hər il sertifikasiyada da verilən suallar, miqdə də verilən suallar, metodika, kurikulum suallarından nələr veriblər. Yəni bütün bu suallar, sual-cavab formasında əvvəla birinci belə başlayıb sual-cavab formasında bizlərə başlayır. Sonra isə deməli baxın, bax birinci sual-cavab formasında deməli belə izahlar var. Bax məsəl üçün görürsüz, hər il sertifikasiyada verilən suallar. Gördüyünüz kimi sual, arxasınca geniş cavabı, sual, arxasınca geniş cavabı, eynən burdakı kimi suallar və geniş cavabları və sonda isə deməli məlumat əldə edə biləcəyiniz, məsəl üçün də ölkəmizin məsəl üçün atributları, simvolları, yəni sertifikasiyada miqdə də sertifikasiyada da müsahibə mərhələsində verilən əsas məsələlər, Aprel döyüşü, nə bilim 2-ci Qarabağ müharibəsi və gördüyünüz kimi Mübariz İbrahimov, beynəlxalq təşkilatlar, hər bir müsahibədə nə sual veriləcək, qısaca onların hər birinin cavabı bu kitabda var. Kitabın qiyməti 12 AZN-dir. Kitab bütün rayonlara çatdırıla bilir, poçtada və yaxud da kursumuzdan gəlib Azadlıq metrosundan götürə bilərsiniz. Bütün kitab mağazalarında da var, bəzilərində var. Və kitabı əldə etmək üçün qısaca deyim, aşağıda nömrələrimiz var. Həmin nömrələrlə əlaqə saxlaya bilərsiniz. Kitabımızı əldə etmək üçün 051 580 94 28 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 051 580 94 28 bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Özü hazırlaşan müəllimlər üçün bu kitab superdir. Yəni bu kitab vasitəsilə rahatlıqla müsahibədən keçə bilərsiniz. Aydın oldu əzizlərim. Aha, keçid alaq. Deməli dərsi necə planlaşdırırsınız? Zəhmət olmasa kanalımıza abunə olun və videomuzu bəyənin. Deməli, planlaşdırmanın neçə növü var dedik? Gündəlik və illik planlaşdırma. Belə bir sual veriləndə nə etmək lazımdır? Dərsin planlaşdırılması, biz bilirik ki, müəllimin ən vacib fəaliyyətlərindən biridir. Yəni, müəllim dərsi plansız qurursa, o dərs səmərəsiz olacaq. Planlı fəaliyyət həmişə səmərəlidir. Yəni, bir dərsdə hansı işi görəcəksən, hansı qiymətləndirmədən istifadə edəcəksən, hansı iş üsulundan istifadə edəcəksən, hansı motivasiya üsulundan, hansı refleksiya üsulundan istifadə edəcəksən, hansı təlim nəticələrinə çatacaqsan, hansı qiymətləndirmə meyarlarından istifadə edəcəksən, bütün bunlar deməli dərsin planlaşdırmasında öz əksini tapır. Ona görə də planlaşdırma, dərsin planlaşdırması dərsin ən vacib nüanslarından, məqamlarından biridir. Düşünürəm ki, yaxşı planlaşdırılmış dərs müəllimin işini asanlaşdırır, həm də şagirdin mövzunu daha yaxşı mənimsəməyinə kömək edir. Aha, mən dərsi planlaşdırarkən, indi gəlin baxaq, ilk öncə təlim standartını nəzərdən keçirirəm. Bəli, alt standarta. Aha, və cavabı, çünki dərsin həmin standarta, çünki dərsin məqsədi həmin standarta uyğun müəyyən edilməlidir. Bəli, bir plan hazırlayan zaman, gündəlik plan hazırlayan zaman mən birinci nəyə diqqət yetirirəm? Standarta və dərsin məqsədinə, yəni təlim nəticəsinə. Bəli, standart məqsəd də standartdan çıxarılır. Daha sonra dərsin sonunda şagirdlərin hansı bilik qazanacaqlarını, bacarıq və münasibətləri qazanacağını dəqiqləşdirirəm. Yəni dərsin məqsədini, təlim nəticəsini. Birinci nədir? Alt standarta və təlim nəticəsinə diqqət yetirirəm planlaşdırma hazırlayan zaman. Sonra dərsin mərhələlərini hazırlayıram. Dərsin əvvəlində motivasiya yaradıram, şagirdi mövzuya diqqətini cəlb edirəm, çalışıram ki, motivasiya onların gündəlik həyatı ilə əlaqəli olsun, bu mövzuya marağını artırır. Mövzunun izahında müxtəlif təlim metodlarından istifadə edirəm, müzakirə, beyin həmləsi, qrup işi, problemli situasiya, təqdimatlar dərsin maraqlı keçməsinə kömək edir. Yəni mənim burada da vurğulayırsınız ki, mənim məqsədim şagirdi pasiv dinləyici deyil. Yox, fəal iştirakçı olmasıdır. Yəni burada biz çalışırıq ki, şagird neyləsin? Pasiv iştirakçı olmasın, pasiv dinləyici olmasın, fəal iştirak eləsin. Planlaşdırma zamanı sinifdəki fərdi fərqləri nəzərə alıram. Mövzunu tez mənimsəyən şagirdlər üçün, yəni bunu da vurğulamaq lazımdır. Planlaşdırmada diferensiallığı nəzərə alıram. Yəni misal üçün fərdi fərqləri nəzərə alıram. Bu hökməndir. Planlaşdırmada diferensiallıq nəzərə alınır. Mövzunu tez mənimsəyən şagirdlər üçün daha çətin,
Əlavə dəstəyə ehtiyacı olan şagirdlər üçün isə sadələşmiş tapşırıqlar hazırlayıram. Bəli, planlaşdırmada mövzunu tez mənimsəyən şagirdlər üçün daha çətin, digərləri üçün sadələşmiş nisbətən belə deyək də tapşırıqlar hazırlayıram. Yəni təbii ki, mənimsəməsinə görə şagirdlər müxtəlif qruplara bölünə bilər. Mövzunu daha tez mənimsəyən şagirdlər ola bilər. Mövzunu mənimsəməkdə çətinlik çəkən şagirdlər ola bilər. Bəli, mövzunu mənimsəməkdə çətinlik çəkən şagirdlər üçün sadələşmiş mətnlər hazırlayıram və digər şagirdlər üçün daha çətin tapşırıqlar hazırlayıram. Dərsin sonunda formativ qiymətləndirmə aparıram. Aha, deməli, mən planlaşdırmada eyni zamanda qiymətləndirməyə də diqqət yetirirəm. Müxtəlif suallar, kiçik tapşırıqlar, müşahidələr vasitəsilə şagirdlər mövzunu nə dərəcədə mənimsədiyini müəyyən edirəm. Əldə etdiyim nəticələr növbəti dərs planlaşmasında da kömək edir. Bəli, yəni mən formativ qiymətləndirmə aparıram dərs boyu. Dərsin sonunda və ya ümumiyyətlə dərs prosesində də ola bilər bu. Formativ qiymətləndirmədən istifadə edirəm. Bu növbəti dərsimin planlaşmasına da mənə köməklik yaradır. Hesab edirəm ki, planlı və məqsədyönümlü dərs şagirdin öyrənməsini daha səmərəlidir və müəllimi qarşıya qoyduğu məqsədə çatmasına imkan yaradır. Bəli, bax bu dərsi necə planlaşdırırsınız sualı idi. Sonra növbəti gəlir suallardan, deməli, sertifikasiya müsahibə mərhələsində və miq müsahibə mərhələsində verilən əsas suallardan biri formativ qiymətləndirmə nədir və formativ qiymətləndirmə nə üçün, niyə vacibdir? İndi gəlin bax buna baxırıq ki, formativ qiymətləndirmə nədir və formativ qiymətləndirmə niyə, nə üçün vacibdir? Formativ qiymətləndirmə deməli, hansı qiymətləndirmədir? Dərs boyu davamlı olaraq aparılan qiymətləndirmədir. Əvvəla yadımıza salaq və formativ qiymətləndirmənin məqsədi nə idi? Gündəlik təlim nəticəsinə çatmaq, hədəfə, məqsədə çatmaq. İndi gəlin baxaq. Formativ qiymətləndirmə dərs prosesində, yəni dərs ərzində davamlı olaraq aparılan qiymətləndirmədir. Bəli, davamlı olaraq aparılan qiymətləndirmə növüdür. Onun əsas məqsədi şagirdə qiymət vermək deyil, öyrənmə prosesini izah eləmək və inkişaf etdirməkdir. Bəli, yəni dərs boyu formativ qiymətləndirmə davamlı aparılır. Yəni məqsəd şagirdə qiymət vermək deyil. Yəni məqsəd şagirdə qiymət rəqəmli kəmiyyətlə ifadə olunmur formativ qiymətləndirmə. Yəni kəmiyyətlə ifadə olunmamaq nədir? Şagirdə 5, 4, 3, 2 ədədlə qiymət vermirik. Öyrənmə prosesini şagirdin izləyib və inkişaf etdiririk. Dərs zamanı müxtəlif üsullardan istifadə edərək şagirdin mövzunu nə qədər mənimsədiyini müəyyən edirik. Müəllim, misal üçün, formativ qiymətləndirmə müxtəlif üsullarda, məsələn, sual-cavab, müşahidə, praktik tapşırıqlar, testlər, təqdimatlar, qrup işi, refleksiya, 3-2-1, nə bilim, çıxış bileti, bu üsullar vasitəsilə, bunlar formativ qiymətləndirmə vasitələridir. Bunlar vasitəsilə şagirdin mövzunu nə dərəcədə mənimsədiyini müəyyən edirik. Aha. İndi gəlin baxaq. Əgər müəllim görürsə, şagird mövzunu müəyyən hissəsini tam başa düşməyib, müəllim gördü ki, şagird mövzunun müəyyən hissəsini tam başa düşməyib. Bunu nəyinə müəyyən eləyə bilir? Dərs boyu davamlı aparılan qiymətləndirmə ilə. Hansı qiymətləndirmə? Formativ qiymətləndirmə. Dərhal ona əlavə izah verir, zəhv və səhvini düzəltməsinə kömək edir. Bəli, korrektici rəylər verir, yəni rəy varam. Və bu şagirdin gələcəkdə həmin mövzunun daha ciddi çətinlik çəkməsinin qarşısını alır. Bəli, deməli belə çıxır ki, formativ qiymətləndirmə həm də nə üçün vacibdir? Çünki onun içərisində rəy verilməsi var. Rəy şagird nədir? Ümumiyyətlə şagird necə fəaliyyət göstərib və şagird daha yaxşı necə fəaliyyət göstərə bilər? Yəni bu nöqtələrə toxunuruq və bu da şagirdin inkişafına, gələcək inkişafına təkan verir. Aha, formativ qiymətləndirmə müəllim üçün də çox vacibdir. İndi gəlin görək bu müəllim üçün niyə çox vacibdir? Çünki müəllim bu qiymətləndirmənin nəticələrinə əsasən dərsin hansı hissəsinin daha uğurlu keçdiyini, bəli, aha, hansı məqamlarda isə yenidən izaha ehtiyac olduğunu müəyyən edir. Bəli, müəllim görür ki, dərsin hansı hissələrində uğurlu keçib, hansı hissələrində çətinliklər, boşluqlar var, hansı hissələrə bir də baxmalıyıq. Şagird üçün isə formativ qiymətləndirmənin əsas üstünlüyü nədən ibarətdir? O öz inkişafını izləyir, müəllimin verdiyi rəy vasitəsilə şagirdin motivasiyası artır və özünə inamı güclənir, öyrənməyə marağı olur. Şagird artıq müəllim rəy verir, güclü, yəni düzgün istiqamət görə bilir, istiqamətini tuta bilir və həvəsi artır, motivasiyası artır. Aha, hesab edirəm ki, axırda bir dənə ümumiləşdirmə cümləmizə baxaq. Hesab edirəm ki, formativ qiymətləndirmə yalnız nəticəni deyil,
öyrənmə prosesini dəstəkləyən mühüm pedaqoji vasitədir. Və bunu vurğulayın. Yəni yalnız nəticə deyil. Yəni formativdə yalnız rəqəm 5, 4, sən 5 aldın, sən 4 aldın, 3 aldın. Xeyr. Sona köklənmir. O summativdir. Yəni bu formativin məqsədi nədir? Öyrənməni dəstəkləyir, öyrənməni təmin edir, yol göstərir, istiqamət verən bir prosesdir, hədəfə çatdıran bir prosesdir, şagirdi inkişaf etdirən pedaqoji bir vasitədir. Deməli, formativ qiymətləndirmə nədir və nə üçün vacibdir sualına isə belə cavab verdik. İndi gəldik. 4-cü suala baxırıq. Deməli, dəyərli müəllimlər, qısa bir qeyd edim. Kanala abunə olun, xahiş edirəm və canlı dərsimizi də bəyənin. Aşağıda bəyənmə butonuna basın. Qısa bir dənə sizə məlumat verim, qısa. Deməli, iyulun 5-i, 5 iyul müsahibə dərslərimiz başlayır. Qısa və konkret deyəcəm. 5 iyul. Deməli, 5 iyul müsahibə dərslərimiz başlayır. Həftədə 3 dəfə, 1-ci, 3-cü, 5-ci günlər, mötərizədə tək günlər. Saat deməli neçədədir? 18:00-da dərsimiz başlayır. Dərsimiz Zoom proqram vasitəsilədir. Zoom proqram vasitəsilədir. Deməli, dərsə əsas üstünlüyümüz nədir? Hər bir müəllimi dərsdə tək-tək müsahibə aparmağımız. Yəni hər bir müəllimi tək-tək danışdırıb müsahibə sual-cavab edirik ki, müəllimin belə deyək də, o müsahibə qorxusu aradan qalxsın və nitq qabiliyyəti, danışıq, ünsiyyət qabiliyyəti inkişaf etsin. Təbii ki, bu müəllimlərin hər birində şükür Allah mövcuddur. Sadəcə müsahibə, həyəcan, stresi aradan qaldırmağa çalışırıq və dərslərimiz avqust ayından hər gün olacaq. Aha. İndi qoşulsaz qiyməti iyul ayına özəl 25 AZN-dir. İndi qoşulsaz avqustda da 25 manat ödəyəcəksiniz. Yox, avqustda qoşulanlar üçün deməli artıq qiymət başqa olacaq və 1-3-5 saat 18:00-da avqust ayından hər gün dərs olacaq. Həftədə hər gün. Başa düşürsüz? Bütün dərslərin video izahı atılacaq. Bütün dərslərin video izahı atılacaq. Bütün PDF-lər atılacaq, əlavə vəsaitlər atılacaq. Və gəldik, mənə sual verirlər ki, Coşqun müəllim, siz nümunə var, icmal nümunəsi. Aha. İcmal nümunəsi atacaqsınızmı və yaxud icmal atacaqsınızmı? Dəyərli müəllimlər, icmal nümunəsi atacağam sizlərə bir 5-10 dənə, hər fənnə aid bir 5 dənə icmal nümunəsi atacağam. İcmalı necə hazırlamaq lazımdır, qaydanı izahlı şəkildə verəcəm. İstəyənlər üçün həmin o icmallar çıxanda əlavə ödənişlə icmal yazan müəllimlərimiz də var. Onlarla əlaqələndirib hazır icmalı da sizlərə hazırlatdırma imkanımız var. Dərslərə qoşulmaq üçün 051 580 94 28 nömrəsinə yaza bilərsiniz. Keçid alaq dəyərli müəllimlər. Vaxt itirmədən dərsimizə baxaq. Deməli, əgər şagird dərsdə passiv olarsa, nə edərsiniz? Bax, belə bir sual həmişə verilir ki, bizlərə, əgər şagird dərsdə passiv olarsa, nə edərsiniz? Deməli, cavab, bax, buna çox geniş cavab hazırlamışam. Yəni, və usta pedaqoji cavab hazırlamışam ki, yəni burada heç bir səhv nöqsan tuta bilməsinlər sizə. Sizə belə bir sual versə, belə cavab vermək lazımdır. Necə? Gəlin baxaq. Əgər şagird dərsdə passiv iştirak edərsə, ilk növbədə onu qınamaq, cəzalandırmaq. Yəni birinci sakit qınamaq yoxdur, cəzalandırmaq yoxdur. Məncə müəllimin əsas vəzifəsi nə etməkdir? Passivliyin səbəbini müəyyən etməkdir. Bəli, müəllim nə etməlidir? Passivliyin səbəbini izah eləməlidir, başa düşməlidir. Qoy görüm, qardaşım, şagird dərsdə passivdir. Aha. Qoy görüm bu şagird niyə passivdir? Bunu öyrənmədən sən heç nə əldə edə bilməzsən. Çünki hər bir passiv davranışın arxasında fərqli səbəblər dayana bilər. Yəni şagird passivdir, düzdür? Şagirdin passivliyinin arxasında fərqli səbəblər dayana bilər. Bəzən şagird mövzunu başa düşmədiyi üçün, indi gəlin baxaq. Deməli, birinci necə cavab verdim? Sizə sual versələr ki, şagird dərsdə passiv olsa nə edərdiniz? Qınamazdım, sakit qarşılayardım və daha sonra onun səbəbini araşdırardım. Aha, çünki səbəbini bilmədən qərar vermək olmaz. Bəzən şagird mövzunu başa düşmədiyi üçün danışmaqdan çəkinir. Bu birinci hal. Şagird mövzunu, qardaşım, passivdir. Deməli, bunun birinci səbəbi. Şagird mövzunu başa düşmədiyi üçün ola bilər. Bəzən özünə inamı zəif ola bilər. Bu ikinci səbəbdir. Bəzən səhv cavab verməkdən qorxa bilər.
Elə hallar olur ki, ailə problemləri, sonra sağlamlıq problemi, sinif mühiti, sinifdə bullinq ola bilər. Görürsüz 5 hal sadaladıq. Misal üçün mövzunu başa düşə bilməyər, özünə inamı zəif ola bilər, ailədə problem ola bilər, depressiyaya düşə bilər, sağlamlıq problemi ola bilər, sinifdə ona qarşı bullinq ola bilər. Yəni bunun səbəbləri, passiv olmanın səbəbləri müxtəlifdir. Yəni geniş izah veririk burada. Səbəbi müəyyən edirəm. Aha. Səbəbi müəyyən edib tapıram. Müşahidə, fərdi söhbət, yoldaşları ilə söhbət, valideyni ilə söhbət, psixoloqla söhbət, müxtəlif yollarla bu səbəbi tapdım. Səbəbi müəyyən etdikdən sonra həmin şagirdə fərdi yanaşaram. Ona daha sadə suallar verər, düzgün cavabları mütləq qiymətləndirir və kiçik uğurlarını belə qeyd edərdim. Aha. Misal üçün, səbəbi tapandan sonra ona sadə suallar verirəm ki, qoy kiçik uğurlar əldə eləsin, qiymətləndirərəm və bu şagirdin özünün inamını artırmağa kömək edir. Aydındır. Daha sonra həmin şagirdi qrup işlərinə cəlb eləyərdim. Yəni məsəl üçün bu da şagirdin ünsiyyətini artırır, digər yoldaşları ilə qrupla birgə əməkdaşlıq, sosial bacarıqlar inkişaf edir. Qrup daxilində işləyən şagirdlər, yəni qrup daxilində işləməyin çox üstünlükləri var. Özlərini rahat hiss edir, fikirlərini ifadə etməkdə çətinlik çəkmirlər. Həmçinin çalışaram ki, dərsdə istifadə etdiyim metodlar müxtəlif olsun. Misal üçün, həmin şagirdi nə etdim? Qrup işinə cəlb elədim ki, qrup işində olan şagirdlər həmişə özlərini rahat hiss edirlər. Çünki bəzən şagirdlər yazılı tapşırıqlar, digərləri isə praktik fəaliyyətdə özlərini daha yaxşı göstərirlər. Niyə? Mən həmçinin deyir çalışaram ki, fərqli metodlar, müxtəlif metodlardan istifadə edim. Yəni fərqli 5, 3 cür, 4 cür, 5 cür müxtəlif metodlardan istifadə edim ki, bəlkə o şagirdə uyğun bir metodla həmin o şagirdə uyğun bir metod verim, şagird özünü daha yaxşı göstərə bilsin mənə. Aha. Əgər passivlik uzun müddət davam edərsə və mən onun qarşısını ala bilmirəmsə, psixoloqla, valideynlə əməkdaşlıq edərdim. Misal üçün, şagird depressiyadadır, müəllim nə qədər çalışır, ora-bura artıq bunu depressiyadan çıxarmaq olmur. Deməli, burada kimə lazımdır? Məktəb psixoloqunun köməyi lazımdır, valideynin köməyi lazımdır. Aydın uzun müddət davam edərsə. Birgə müzakirə nəticəsində problemin səbəbini daha müəyyən, dəqiq müəyyən edib uğurlu dəstək, uyğun dəstək planı hazırlamaq mümkündür. Bəli, müəllim, valideyn və psixoloq birgə fəaliyyətlə bir plan hazırlaya bilərik. Aydındır? Adətən müəllim bunu aradan qaldıra bilir. Əgər uzun müddət davam edərsə, belə də cavab vermək olar ki, əgər məsələn elə sizə orada sual verə bilər ki, sən çalışdın, onu elədin, bunu elədin, bunu elədin və sən bunun qarşısını ala bilmədin. Aha, valideynə və məktəb psixoloquna məlumat vermək əsas şərtdir. Sonra mən hesab edirəm ki, müəllimin məqsədi passiv şagirdi tənqid eləmək deyil, onu öyrənməyə həvəsləndirmək, onda özünə inamı artırmaq, bax burada bu pedaqoji ustad cavabdır bu. Özünə inamı artırmaq, potensialını üzə çıxarmaq, düzgün yanaşma ilə əksər passiv şagirdlər də zamanla təşəbbüskar olurlar. Əgər müəllim düzgün yanaşıbsa, zamanla passiv şagirdlər təşəbbüskar, aktiv şagirdə çevrilirlər. Əgər müəllim burada düzgün yanaşma seçibsə. Aha, indi növbəti bir sualımıza baxaq, 5-ci suala baxırıq. Summativ qiymətləndirmə nədir sualı var burada. Summativ qiymətləndirmə nədir və formativ qiymətləndirmədən fərqi nədir? Əslində bayaq formativ qiymətləndirməni izah edəndə toxunmuşdum mən summativ qiymətləndirməyə. İndi gəlin baxaq. Cavab. Summativ qiymətləndirmə müəyyən tədris mərhələsinin sonunda, baxın, sum cəm deməkdir. Summativ cəmləyici qiymətləndirmə deməkdir. Formativin məqsədi mən deməli şagirdləri inkişaf etdirmək, summativin məqsədi onların nailiyyətini ölçmək üçündür. Məsəl üçün mən həmişə deyirəm ki, müdavimlərimə, mən hər gün sizə testlər işlədirəm, mövzu, ümumi, qəbul tipli və sair və ilaxır. Bunların məqsədi nədir? Sizi imtahana hazırlamaqdır. Düzdür? Yəni burada stres yoxdur. Bunun nəticəsi sizin belə deyək də imtahan nəticənizə təsir göstərmir və sair və ilaxır. Amma ki, summativ qiymətləndirmə isə bunu imtahanla müqayisə edirəm. MİQ imtahanı, sertifikasiya imtahanı getdiniz, orada nəticəniz artıq sizi ölçmək, digər müəllimlərlə müqayisə eləmək üçündür. Başa düşürsünüz nə deməkdir? Amma mənim verdiyim testlərim isə sizi öyrətmək üçündür. Formativ öyrədicidir, summativ ölçücü, ölçən qiymətləndirmədir. Summativ qiymətləndirmə müəyyən, yəni tədris ilinin sonunda şagirdin tədris mərhələsinin sonunda şagirdin bacarıq və səriştələrinin qiymətləndirməsi məqsədi ilə aparılan bilik növüdür.
Bu qiymətləndirmə vasitəsilə şagirdin təlim məqsədinə, yəni misal üçün, var kiçik summativ qiymətləndirmə, KSQ, var böyük summativ qiymətləndirmə. Deməli, kiçik summativ qiymətləndirmə bölmənin sonunda aparılır, böyük summativ qiymətləndirmə yarım ilin sonunda, ildə 2 dəfə aparılır. Deməli, ümumiyyətcə müəyyən bir mərhələsinə yekun vuranda, tədrisin müəyyən bir mərhələsinə yekun vurandan sonra summativ qiymətləndirmə aparılır. Aha, və burada məqsəd nədir? Şagird təlim məqsədinə nə dərəcədə nail olduğunu ölçür. Formativ qiymətləndirmədən fərqi olaraq summativ qiymətləndirmə inkişaf üçün deyil, əldə olunmuş nəticəni qiymətləndirir. Bayaq mən dediyim kimi, müdavimlərimə verdiyim hər gün o testlər inkişaf üçündür. Əldə olunan nəticəni qiymətləndirən miqdi sertifikasiya imtahanıdır. Bəli, formativ də elədir. Formativ qiymətləndirmə öyrədicidir, inkişaf etdiricidir. Summativ isə nəticəni ölçən qiymətləndirmədir. Mən hesab edirəm ki, formativ və summativ qiymətləndirmə bir-birini tamamlayan iki prosesdir. Bəli, formativ özü şagirdi summativə hazırlayan bir prosesdir. İndi gəlin baxaq. Formativ qiymətləndirmə dərs boyu aparılır və dərs boyu müəllimə və şagirdə geri bildirim verir. Çatışmamazlıqları vaxtında müəyyən eləməyə imkan verir. Summativ qiymətləndirmə isə həmin geri bildirimlər əsasında əldə olunmuş nəticəni ölçür. Bəli, summativ qiymətləndirmə isə əldə olunan nəticə nə dərəcədə effektivdir, effektiv deyil, nə dərəcədə çatmışıq sonda ölçür. Summativ qiymətləndirməyə hazırlayarkən çalışıram ki, təlim məqsədlərinə uyğun olsun və yalnız əzbər biliyi deyil, şagirdin düşünmə, tətbiq, təhlil, problem həll etmə bacarıqlarını da qiymətləndirilsin. Yəni şagird onu nə dərəcədə düşünür, tətbiq edir. Yəni summativ qiymətləndirmə hazırlayarkən nələrə diqqət yetirirəm? Yəni tapşırıqların çətinlik səviyyəsi summativdə balanslı olmalıdır, ədalətli olmalıdır. Qiymətləndirmədən sonra nəticələri təhlil eləyirəm summativdə. Əgər sinifin böyük hissəsi mövzuda çətinlik çəkibsə, bu mənə onu göstərir ki, həmin mövzunu yenidən izah etməyə və fərqli metodlardan istifadə eləməyə ehtiyac var. Beləliklə, summativ qiymətləndirmə yalnız qiymət vermək üçün deyil, yəni həm qiymət vermək üçündür təbii ki, həm də müəllimin öz fəaliyyətini təhlil eləməsinə imkan verir. Mən hesab edirəm ki, obyektiv, şəffaf və əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında aparılan summativ qiymətləndirmə şagirdlərdə ədalət hissini gücləndirir və onların gələcək inkişafına müsbət təsir göstərir. Bu da summativ qiymətləndirmə haqqında izah, dəyərli müəllimlər. Baxın, son olaraq onu bildirim ki, bu kimi 3000 sualın cavabı baxın bu kitabımızda mövcuddur. Bu kitabı əldə eləyib, deməli bu müsahibə kitabımızı əldə eləyib sertifikasiya imtahanına müstəqil şəkildə hazırlaşa bilərsiniz. Deməli də kanalımıza abunə olmağı və dərsimizi bəyənməyi unutmayın. Dərslərimizin davamı gələcək.